Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün mənimlə bir gün keçirəcəksiniz. Yalnız bir gün, yəni təkəm, heç kim yoxdur. Düşündüm ki, niyə özüm tək başıma bir gün keçirməyim? Özümlə deytə çıxmışam qısacası. Hal-hazırda muzeyə gəlmişəm. Bu arada bu muzeyə daha öncə heç gəlməmişdim. Xalq artisti Niyazinin muzeyidir, ev muzeyidir. İlk dəfə olacağım orada. Əgər içəridə çəkilişə icazə versələr, sizin üçün çəkib göstərəcəm hər bir şeyi. Belə həyəcanlıyam bugün. Əslində qəribədir, çünki bugün bunu xalam qızla da danışdıq. Mən bugün çölə çıxmaq istədim və mənimlə çıxa biləcək uyğun bir rəfiqəm yox idi. Ona görə ona zəng gəldim. Dedim ki, bəs mən çəkinirəm, tək çıxmaq istəmirəm belə elə. O da mənə dedi ki, çox təəccübləndi. Dedi ki, axı sən Türkiyədə olanda həmişə tək başına çıxırsan hər yerə. Niyə sənin üçün bu qədər qəribədir tək çıxmaq? Sonra fikirləşdim, dedim ki, həqiqətən bu belədir. Mən Türkiyədə olanda hər yerə tək gedirdim. Özümlə tək bir çox deytə çıxmışam. Yəni hər şey tək edirdim orada və mənə çox zövq verirdi tək başıma vaxt keçirmək, hər şeyi tək eləmək. Amma niyəsə burada bunu eləməyə çəkinirəm. Bilmirəm nəyə görə. Bizim ölkəmizdə bu biraz qəribə qarşılanır. Yəni tək başına oturan bir insan görəndə və yaxud da başqa bir şey biraz belə qəribə baxırlar. Hər kəs çöldə rəfiqəsindəndir ya sevgilisindəndir. Yəni tək başına çöldə oturan bir insan demək olar ki, görməmişəm kimi bir şeydir. Ona görə bugün tək başıma olacağam. Beləm. Bir maşından düşəcəm və gedəcəm. Çəkəcəm sizin üçün hər şeyi. Azərbaycan Bəstəyi Xalq Artisti, Sivri Dövlət Mükafatlar Laureatı, Cəvahirlər Nehri adına Beynəlxalq Mükafat Laureatı, Üzeyir Hacıbəyov adına Dövlət Mükafat Laureatı, Sosialist Əmək Qəhrəmanı, görkəmli dirijor bəstəkar Niyazi Tağızadə Hacıbəyovun məzun muzeyindəyik. Məzun muzeyi 1994-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda Ulu Öndərimiz Heydər Əliyev iştirak etmiş, qonaqlar kitabında sürət sözlərini yazmışdır. Həm də Heydər Əliyevin öz dəstə xətti ilə olan məktubudur, ürək sözləridir. Niyazi bu evdə 1958-ci ildən yaşamışdır. Əvvəllər ailə bu 3 otaqlı mənzildə yaşamışlar. Daha sonra 10 ildən sonra dövlət tərəfindən o 2 otaq onlara hədiyyə verilmişdir. Ha, bura başqa mənzil olubdur, birləşdirilib sonra. Mənzil olub, sonra 10 ildən sonra dövlət bunlara hədiyyə veriblər. Burası mənzil muzeyinin dəhlizidir. Dəhliz daxil olmaqla 5 otaqdan ibarətdir. Daxil oluruq yemək otağına. Niyazi bu otaqda asudə vaxtlarını keçirir, qohum qardaşlarını, hətta qastrol səfərlərdə olan qonaqları qəbul edərdi. Məsələn, bunlardan biri Beyrutran artisti, satirdir Arkadi Rakiv və məşhur həm yerlimiz Viyana Çelçana Rastropoviç bu evin əziz qonaqları olmuş, olan şərəflərlə əziz süfrələr açılmışdır. Burada isə Niyazi özü 1936-cı ildə olan foto şəklini görür. Bu isə Niyazinin xanımı Həcər xanımdır və 1953-cü ildə xalq rəssamı Böyük Murat Mirzazadə tərəfindən çəkilmişdir. Bu isə akvarel və quaşla çəkilmiş, işlənmiş Həcər xanımın qohumu Bəhruz Kağlı tərəfindən işlənmişdir. Bu kiçik stul arxasında isə Niyazi şahmat və nərd yarışları keçirərdi. Onun tərəf müqabilləri şair Bəxtiyar Vahabzadə və Nulayni Lütfiyyət İmanov olardı. Bu divarda gördüyümüz bədii sənət nümunə əsərləri isə Güllər Natrimotu, naməlum rəssam, Dənizdə Səhər Ayvazovskinin əsəri, Marokkalı ata binərkən və yaxud Marokkalı ata binərkən Ejan Delatranın rəsm əsərini görə bilərik. Vaxtilə Niyazi bəyə hədiyyə verilən bədii sənət nümunə əsərləridir. Sonra daxil oluq otaq otağına. Bu 3 otaq partitutların öyrənməsi, balların dinlənməsi, saatlarla piyanonun arxasında yaradıcılıq məhz bu otaqda baş vermişdir. Mərkəzi divar Niyazinin hətta özü tərəfindən tərtib edilmişdir. Buna yəni belə bir şəkil göstərən bu şəkillər belə olmuşdur. Balaca dəyişikliklər olub, amma yəni özü tərəfindən də vaxtilə bu mərkəzi divar belə olmuşdur. Niyazin bu divarda ən çox diqqəti cəlb edir. Məsələn, yuxarıda gördüyünüz Üzeyir Hacıbəyov, Azərbaycan professional musiqisinin banisi, Zülfüqar Hacıbəyovun qardaşı və Niyazinin əmsi olmuşdur.
Qoxumluqlar. Bəli, Zülfüqar Üzeyir Hacıbəyov Niyazinin təkcə qardaş oğlu kimi deyil, onun yaradıcılığı çox yaxından maraqlanırdı. Digər şəkil isə Zülfüqar Hacıbəyov Niyazinin atasıdır. Azərbaycan musiqili komediyaların banilərindən biri olmuşdu. Evli ikən subay, 50 yaşında cavan musiqili komediyalarının Aşıq Qərib operasının müəllifi olmuşdur. Digər şəkil isə Niyazi Filarmoniyanın önündə Niyazi sanki Hacıbəyovların layiqli davranıcısı kimi göstərilmişdir. Burada isə 19-cu şəkildə Niyazinin qardaşı Çingiz Hacıbəyov görə bilərik. Çingiz Hacıbəyov da dirijor olmuş, Niyazi təcrübəsi keçmişdir. İki qardaş olmaqlarına baxmayaraq çox fərqli xasiyyətlərə malik idi. Belə ki, Niyazi çox çılğın, şən, qardaşı isə bu qədər sakit, belə həlimli bir insan olub. Burada isə Qara Qarayevin şəklini görürük. Niyazi Qara Qarayevin əsərlərinin demək olar ki, ilk istifadısı olmuşdur. Qara Qarayev əsərlərini çox belə necə deyim, güvənli də belə çox arxain halda Niyazi bəyə etibar edərdik. Niyazi onun hansı hissəsində dəyişiklik edə bilər də, yəni çox belə rahatlıqla deyir. O həm də deyirdi ki, mən çox böyük məhəbbət və minnətdarlıq hissi ilə bildirirəm ki, Niyazi öz ifaçılıq qabiliyyəti ilə bütün bəstəkarların fikrini dəqiq göstərən insanlardan, sənətkarlardandır. Digər Qara Qarayevin Dmitri Shostakovich və sol tərəfində yerləşən Yuri Shaporin. Niyazi bunlarla 1946-cı ildə Leningradda dirijorların Ümumi İttifaq baxışında tanış olur. Bu baxışda Niyazi, hamı hesab edir ki, Niyazi birinci yerdə tutacaq, lakin Niyazi ikinci tur ərəfəsində xəstələnir və Həcər xanımı Dmitri Shostakovich'in yanına xahişə göndərir ki, onun çıxışını başqa günə salsınlar. Lakin Dmitri Shostakovich bunun mümkün olmadığını bildirir və Niyazi xəstə ikinci tura çıxır və baxışın birincisi yox, mükafatçısı olur. Daha sonra 3 il sonra bəstəkarların Ümumi İttifaq baxışına görə Bakıya gələn Dmitri Shostakovich üzərində yazılmış foto şəklini Niyazi bəyə və ailəsi üçün hədiyyə verir. Bülbül Niyazi ilə həm yaradıcılıq əlaqələri, həm də çox sıx dostluq əlaqələri vardır. Daha sonra Sultan Hacıbəyov Niyazinin evində, 16-cı şəkil, Niyazi Sultan Hacıbəyovun Gülşən baletinə görə dövlət mükafat laureatına layiq görülmüşdür. Daha sonra beynəlxalq müsabiqə laureatı Banklay Berin, Bela Davidovich, Lev Abirin, Emil Gales, skripka ifaçısı Leonid Kagan ilə birlikdə olan, konsert zamanı olan şəkillərindən görə bilərik. Niyazi, Fikrət Əmirov və Rəşid Behbudov Sevil operası üzərində işləyərkən, yuxarıdakı üçüncü şəkildə səhvləmirəmsə, xalq artisti Şəmsi Bədəlbəyli, Niyazi və Həcər xanımı görə bilərik. Fərhad Bədəlbəyli, Niyazi Fərhad Bədəlbəylinin bir musiqi kimi formalaşmasında, yəni Niyazinin dəstə xətti olmuşdur. Balerina İrina Kolpakova ilə olan, Fransada olan Humanite qəzeti redaksiyasında olan şəkili görə bilərik. Niyazi təkcə həm də türk incəsənət xadimləri ilə çox sıx yaradıcılıq əlaqələri vardır. Belə ki, Adnan Sarkon, türk şairi Nazım Hikmət, Camal Erkin. Niyazi təkcə onları ölkəmizə tanıtmaqla yetinməmiş, həm də onların konsertlərini balla yazdırılmış. 1963-71-ci ildə əvvəl Bakıda, daha sonra isə Moskvada müəllif konsertləri keçirilmişdir. Yəni Niyazinin təşəbbüsü ilə alınmışdır. Burada isə Çaykovskinin Qara Toxmaq qadın tamaşasından sonra opera truppası ilə, burada isə Türkiyə prezidenti Ankara'da Türkiyə prezidenti Cövdə Sunayın təbrikini qəbul edərkən. Daha sonra isə Niyazi, Fikrət Əmirov, Moğolistan bəstəkarı Morduş ilə birlikdə. Niyazi, Türk orkestrin prezidenti Mükərrəm Bərk ilə birlikdə. Daha sonra Rumıniya müğənnisi Peri Sumak, İmma Sumak göstərən. Niyazi Sultan Hacıbəyov, İmma Sumak, Cahangir Cahangirov, İmma Sumakın həyat yoldaşları və digəri. İlk balerinamız Qəmər Almazzadə. Niyazi, burada da Tofiq Quliyev, Mikhail Abdullayev olan şəklini görə bilərik. Niyazi 16 yaşlı skripka ifaçısı Liana İsakazı ilə birlikdə Niyazi konsert zamanı, hətta
qonşu kimi yaşayıblar. Qəmər Alnazadə qeyd edirdi ki, onun əvvəl birinci mən eşidirdim onun əsərlərini. Qonşudan, divardan deyilən birinci, yəni onun konsert proqramını mən bilirdim əvvəldən. Həm də o Həcər xanımla çox yaxın rəfiqə və 21 il qonşu münasibətində yaşayıblar. Rəqqasə Əminə Dilbazi, Leninqrad artisti satirikə Arkadi Rakin və onun imzası, İran müğənniləri Pərvanə, Əfsanə, Niyazi, Edilberi, Salis, Amerika pianoçusu Enşain, Praqa mənzərəsi lisografiyası 1951-ci ildə Niyazi bəy almışdı. Mikayıl Abdullayev tərəfindən çəkilən Niyazinin qələmlə eskizi Tofiq Quliyev tərəfindən Mənzil Muzeyinə hədiyyə verilmişdi. Niyazinin ailəsi, atası, anası, yoldaşı Həcər xanım və qardaşı Çingizəli bəy. Burada isə ümumi qohumlarıdır. Burada isə əmisi oğlu Timurçun Fransada yaşayıb, amma indi rəhmət edir. Yoldaşı Həcər xanım da Kislovodskida olan şəkilidir. Yoldaşı Həcər xanım, qardaşının yoldaşı Lidiya Qalanskaya. Türk incəsənət xadimləri Niyazinin evində, Niyazi piano arxasında. Bu da Hacıbəyev qardaşları Zülfüqar, Ceyhun, Üzeyir şəkil. Bu isə Niyazinin ən sevdiyi bəstəkarlardan Çaykovskinin Bu da isə Niyazi sosialist əmək 70 illik münasibətilə sosialist əmək qəhrəmanı alarkən olan tədbirdən olan foto şəkilləridir. Bu stol arxasında isə kitabları, dirijorluq texnikasının əsasları Nikolay Malkonun, bu da Melikov Sayarın Koroğlu mövzusunu təkamülü fransız dilində olan kitabları görə bilərik. Onun çox geniş maraq dairəsi vardı. Muzeydə 6200-dən artıq eksponat vardı. Bundan bir də orada da kitablarda görə bilərik. Yəni çox böyük maraq dairəsi vardı. Yəni çox verilən tədbirlərdən olan şəkillərimizdir. Yəni Mənzil Muzeyinə tədbirlərə gələn qonaqlardandır. Burada tədbirlər keçirilir. Nə kimi tədbirlər olur? Burada gənc klassik musiqi həvəskarlarının tədbirləri olur. Sonra olur, məsələn, Niyazinin indi ayın 20-si ölüm günüdür, doğum günüdür, üzr istəyirəm. Ölüm gününü yola verdik, ayın 2-si, 20-si doğum günü tədbirimiz olacaq. İstəsəz nömrə qoysa dəvət edə bilərik sizi. Nə yaxşı. Bəli, həvəskar kimi, yəni ziyarət çox istəyərdim. Nömrə verərsiniz mənə, biz sizə qeyd edirik, yazarıq, gələrsiniz, inşallah iştirak edərsiniz. Bu isə Heydər Əliyevin doğum günü üçün Yalçın Adıgözəlov dirijorun konsertinin afişasıdır. Qıraq hissəsi çox maraqlı bir afişadır. Qarabağ xalçasının əlamətlərindən istifadə olunmuşdur. Bu kitab isə Niyazi Mənzil Muzeyi yaradıldıqdan sonra muzey əməkdaşları not əlyazmaları tapır. Bunu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya xəbər verdikdən sonra Alla Bayramovanın təşəbbüsü Mədəniyyət Nazirinin maddi dəstəyi ilə Niyazinin pyeslər, piano üçün pyeslər kitabı nəşr olunur. Orada həmən kitabın təqdimatı və həmən təqdimatda iştirak edən musiqiçilərimizin şəkilləri də var. Yuxarıdakılar nədir? Bu konsertlərin afişaları. Moskvada, sonra Praqada keçirilən konsertlərin afişaları. Niyazi 1912-ci ildə avqustun 2-sində, avqustun 20-sində üzr istəyirəm, avqustun 20-sində anadan olmuşdur. Avqustun 20-sində anadan olmuşdur. Tiflisdə anadan olmuşdur. Belə ki, onun atası orada elə bil ki, şeydə olur, necə deyim, bu səfərlərə gedirlər, musiqi ilə əlaqədar səyahətdə olarkən orada dünyaya gəlir. Bu onun doğum haqqında şəhadətnaməsi Tiflisdə. Baxın, bizim şəhadətnamə deyil, çünki Tiflisdə dünyaya gəlmişdi. Anası Böyük xanım, anası özlü və qardaşı
O burada 10 yaşında olarkən özü, anası, qardaşı və atası Niyazi Şeferlingin musiqi məktəbində skripka sinifində təhsil alır. Atası görür ki, hər iki uşağının musiqiyə həvəsi var və onları skripka sinifinə qoyur. Onlar əvvəlcə dirijor ola bilmirlər. Mütləq lazımdır ki, hansısa bir Aləti. Bəli, aləti İfa edə öyrənsinlər. bilsinlər. Bəli. Sonra onu dirijor kimi yetişdirmək olur, oxumaq olur. 8-ci sinifə qədər skripka sinifində oxuyandan sonra daha sonra dirijorluq ixtisasını yiyələnmişdir. Bu Leningradda musiqi texnikumunda təhsil alarkən musiqi texnikumunun binasıdır. Niyazi 1932-36-cı illər istisiz vitrindən də gəlib, hamısı burada. Burada isə atası Zülfüqar Hacıbəyev, onun bayaq dedim evliyikən subayı 50 yaşında musiqi komediyaların Aşıq Qərib operasının proqramıdır. Bu isə Niyazinin 1905-ci il Cəfər Cabbarlının pyesinə yazdığı not əlyazmasıdır. Niyazi isə 1934-cü ildə Zaqatala suitasını yazmışdır. Burada isə Niyazi 1934-cü ildə vərəm xəstəliyinə tutulur və o Şuşaya vadisində sanatoriyaya göndərilir və əvvəlcə orada vərəm xəstəliyi olduğuna görə Həcər xanımı onun yanına buraxmırlar. Daha sonra hamı baxır ki, Həcər xanımın sağalmasında əsas amillərdən biri olaraq Həcər xanımı da xəstəxanaya alırlar və beləliklə uzun bir müddətdən sonra Niyazi sağalır. Burada isə Moskvada olan dekadadandır. Niyazi 1937-ci ildə Mirzə Fətəli Axundov adına opera balet teatrına bədii rəhbər təyin edilir və ona 1938-ci ildə Moskvada keçirilən dekadada Müslüm Maqomayevin Nərgiz operasını hazırlamağı tapşır edirlər. Moskvaya yola düşməzdən əvvəl Niyazi Müslüm Maqomayevin yanına gəlir. Müslüm Maqomayev ona əsərin hansı hissəsində dəyişiklik olduğunu bildirdikdən sonra əlini Niyazinin çiyninə qoyaraq bütün ümidim sənədir sözü ilə bitirir. Ona başçılıq Üzeyir Hacıbəyev edirdi. Qara Qarayev, Səyid Rüstəmov, Niyazi Əşrəf Həsənov həmən dekadadan olan şəkildir. Niyazi həmən dekadada yüksək fəaliyyətinə görə şərəf nişanı ordeni ilə tərtib edilir. Çox sevərdi. Niyazi ağır atletika idmanı ilə də məşğul idi. Bu görüşədə sadə Niyazini görür. Kabab çəkməyi, dəniz kənarında gəzməyi, ovlamağı çox sevərdi. Bu isə Niyaziyə aid olan Niyazinin foto böyütüsüdür. O çox şəkil çəkib çıxarmağı çox sevərdi. Belə ki, Niyazi bu Nizami Kinoteatrın önündə yeraltı keçid zamanı, yeraltı keçid var. O keçidin tikintisi zamanı öz eyvanından çəkmişdir. Bu tərəfdən bizdən baxanda görünür. Özü çəkir. Sonra elə ki, bunun altını qaranlıq otaqda düzürlər belə. Bu vaxtı belə idi də, indikilər kimi belə rahat deyildi. Çəkib çıxar, foto böyütüsüdür. Çəkib, sonra bunun altına qoyub çıxardırmış. Podiuma, səhnəyə çıxarkən 2-3 qat podiuma çıxırmış. Çox bəstəboyu. Çıxanda qapıdan, qlazokdan da göstərəcəm. Bu onun səhnə geyimidir, onun şubasıdır. Niyazi bəy həm də çox nadir deyim, bəlkə də nadir deyim, dirijorlardan olub ki, o Vadalaska ilə də səhnəyə çıxır. Normalda səhnəyə çıxanda klasik geyimlə çıxır. Yəni qeyri-adi dirijorlardan olub ki, o Vadalaska ilə səhnəyə. Onlar belə bir-birini çox sevirlər. Niyazi bəy həmişə xəstə olarkən bir Həcər xanımı yoxlamaq münasibətilə o vərəm xəstəliyi olub, qorxucu olur da. Normalda düzgün deyildir. O yemək yediyi qaşığa Həcər xanıma təklif edib ki, görün məni nə qədər sevirsən. Həcər xanım da xatirələr deyildi ki, heç tərəddüd etmədən o qaşığı mən ağzıma götürüb yemişəm də. Yəni sevgini yiyəcəm. Həqiqətən çox sevirlər bir-birinə. Yəni o çox, əvvəl çox belə necə deyim, ağır vəziyyətdə yaşayırlar. Çox çətinlik, maddi cəhətdən çox çətinlik çəkiblər. Atasının 5 nəfərin bir yerdə yaşadığı mənzildə yaşayırlar. Hətta yerin dənizqallığına görə onlar noyabra qədər eyvanda belə yatıblar. Yəni Həcər xanım qeyd edirdi ki, o bir kostyumu ilin 4 fəsilinə uyğun olaraq boyadı. Belə geyinədə o qədər çətinlik çəkmişik. Evdə hətta pianosu yox idi, stol üstündə
barmaqları ilə məşq edib, sabah gedib onu konservatoriyada yoxlayardı və beləliklə Zakatala suitası bayaq göstərdiyim qırmızı kitabı idi. 1934-cü ildə bax elə ərsəyə gəlmişdir. Hətta bir onun qaloşu deyirdilər. O vaxt o qədər altı cırıq idi ki, biz qəzeti neçə qat kəsib ona qoyurduq ki, Niyazinin ayağı su keçirməsin. Amma buna baxmayaraq deyil, Niyazi heç vaxt həvəsdən düşmürdü, öz işinə davam edirdi və bu maddi çətinliyin elə bir ki, necə deyim, şeyində də Niyazi bəy xəstəliyə tutuldu, vərəm xəstəliyə, təbərəm xəstəliyə, soyuqdan falan olur. Ona görə burada isə bu şəkildə Həcər xanım da, əslində Həcər xanım evdar bir xanım olub, heç bir musiqi aləti ilə məşğul olmayıbdı. Bunu Niyazi bəyə dostları 25 illik münasibəti ilə hədiyyə veriblər və üstündə qeyd edirlər ki, Niyazi yeganə orkestrdir ki, onunla bacarmırdı. Belə. Bəli. Çəkinilmişlər. Yəni balaca bir xaric not çalan kimi onu həmən dəqiqə orkestrdən çıxardarmış. Baxmayaraq ki, orkestrdə neçə nəfər olur və o hər bir səsi eşidərmiş. Yəni heç kim onunla bacarmırdı. Çox belə kinli, bir də ki, disiplinli. Bəli, çox disiplinli olub. Yəni ki, bir dənə Həcər xanımla bacarmırdı, qalan hamı gücü çatırdı. Məsələn, Niyazi Yunus Emre Oratasına dirjorluq edərkən Sibel, Türk rəssamı Sibel tərəfindən çəkilmiş şəkildir. Beyaz Gecə, Zülfüqarov, Mikayıl Abdullayev, Niyazi. Yaxından diqqətlə baxsaq, burada Niyazinin barmaqları, dirjorluq edərkən barmaqları, üz siması, diqqətlə baxsaq, baxın, üz siması, onun barmaqları təsvir olunmuşdur, çox maraqlı. Onlara baxın yuxarı. Əllərə. İndi siz baxdığınız varsa, mən qoyaram onun dirjorluq etdiyi musiqi səhnələrin bir neçəsinə baxsınız, görərsiniz ki, onun necə belə adi əlləri vardır. Hətta bir dəfə o konservatoriyada oxuyarkən Alman professoru Strasser Həcər xanıma yaxınlaşır və xahiş edir ki, Niyazini onun sınıfına keçirsin, çünki Niyazinin çox qeyri-adi əlləri vardır. Əgər ki, mən onunla məşğul olaramsa, çox məşhur, dünyaca məşhur bir dirjor olacaqdır. Onunla Niyazi razılaşmır və özü özlərində bu isə ayrı konsertlərdən olan fotodur, çəkilir. Əgər vaxtınız varsa, naçıran keçirlərə görün. Olar bir dəfə hansısa başqa ölkədə olub, restoranda aksiyant yaxınlaşıb Niyazi bəyə. Bəs nə istəyirsiniz? Niyazi öz içkisini istəyəndən sonra aksiyant Həcər xanıma yaxınlaşır ki, bəs içmək üçün nəsə istəyirsiniz? Deyir ki, Niyazi bəy deyir ki, o zaten mənim qanım içirdə. Həcər xanım da həmişə qeyd edib ki, yəni mən edim, ona döylər. Yəni sabah dururdu bir vəziyyətdə, günortadan sonra o insanı tanımaq olmurdu. Əhval-ruhiyyəsi dəyişkən. Şırqılıcılar biraz dəyişkən olurlar, belə mənəm olurlar. Elə bilirəm ki, deyil çox belə, yəni hər adam. Deyil, mən bilirdim onun rəyini, mən bilirdim ki, o elə insan deyil. Qıraqdan hamı tanımır. Amma sonra dediniz 5 dəqiqə, 10 dəqiqə sonra peşman olardı ki, yəni niyə eləmişəm də, tez özündən çıxmağı oldu.
Dostlar, mən gəldim, maşındayam. Amma inanırsınız o qədər bəyəndim ki, ekskursiyanı həqiqətən çox gözəl idi. İçəridəki xanım çox şirin bir xanım idi. Mənə hər şeyi ən incə detalına qədər danışdı və belə bir sənətkarın həyatını, yaşadığı yeri görmək, yəni onun haqqında məlumat almaq mənə çox zövq verdi. Mütləq siz də yəni mütləq deyil ki, Niyazi bəyin ev muzeyinə gələsiniz. Hər hansı bir şəxsin, hər hansı bir məsələn mən Zeynalabın Tağıyevində ev muzeyində olmuşam. Ora da çox gözəldir. Həqiqətən içi möhtəşəmdir. Yəni fərqi yoxdur siz kimin ev muzeyinə gedirsiniz, amma məncə mütləq getməlisiniz. Tək gedərsiniz, rəfiqənizlə gedərsiniz, sevgilinizlə gedərsiniz, kimlə gedirsə gedin, amma gedin məncə. Çox əla idi. İndi gedəcəm buradan, çox susadım, gedib bir şeylər içmək istəyirəm. Bir kafe şopa falan gedəcəm. Bir də bu videoların hamısını editləməliyəm. Təbii ki, oturub bunları editləyəcəm. Bəlkə bu videonu deyil də başqa videolar var çəkdiyim daha öncədən. Onları editləməliyəm, onları editləyəcəm. Belə bugün özümlə bir gün keçirəcəm. Yəni əslində videonu açanda görmüşsünüz yəqin ki, biraz gərgin idim necə olacaq deyə, amma hər şey hələ ki çox yaxşı gedir. Evə gəldim, özümə burger hazırladım. Belə çox görünməyinə baxmayın, bunun hamısını mən yeməyəcəm. Belə, bugünüm də belə keçdi. Ağşəhərdə kofe içdim, sonra geri evə qayıtdım çünki çox yorulmuşdum. Belə.